Salam hörmətli izləyicilər, hər vaxtınız xeyir olsun. Saray qəsəbəsində 2 mərtəbəli ev satışa çıxarıldı 96 min manata. Torpağının çıxarışı ilə satılır, qaz, su, işıq, kanalizasiyası var. Sənədi torpağın çıxarışıdır, 96 min manatdan hələ ev sahibi endirim eləyəcək. Yerləşdiyi ərazini sizə deyim, Saray qəsəbəsində Yetər Şaldıq sarayından biraz Bakıya tərəf gedəndə yoldan 50 metr, 60 metr məsafəsi olar-olmaz. Şəxsi özləri üçün tikilmiş evdir, 2 mərtəbəli evdir, üstü də çerepiçadır. Hətta həyətdə belə bir navesi də var. Baxın, gör nə boyla navesi. Bax, belə bir navesi var, apşiftalanıb eləyib, qəşəng tam etib. Bu da əkin yeridir, bağ, ağac-mağac əkmək üçün yeridir. Hətta bir neçə ağacları da hal-hazırda var. Evə bir dənə də buradan ümumi görkəminə baxaq. Bax, görürsünüz, bax, belə bir evdir, çox qəşəng səliqə sahmanlı evdir, 2 mərtəbəli evdir, 96 min manata. Həyətinə çox maşın girir, əlbəttə 4-5 maşından da çox girir. Çünki 3 sot həyəti var. Kifayət qədər geniş həyəti var. Ən əsası yola yaxındır. Yoldan 50-60 metr məsafəsi var. Ərazini bir də deyirəm, Saray qəsəbəsində Yetər Şaldıq sarayından Bakıya tərəf gələndə sağa dönürsünüz. Yoldan 50-60 metr məsafəsi var. Elə buradan duranda marşrutun keçməyini də görürük, səsini də eşidirik. Belə evimizin üstü də tarsovka emusiyadır, hasarlar da tarsovkadır. Krişası da, evin damı da çerepiçadır. Bunu deyirəm, biləsiniz. Bax, gəldi, girdi evimizin koridoruna, yəni girəcək. Belə paltar asılmaq üçün şkafı var, bu evin içərisində qalacaq. Hazır evdir, xuna mebili, kombisi, radiator, hər şey var. Deməli, Kurqaboyda qoşadaşdır, ara kəsmələrinə qədər qoşadaşdır. Mütləq bu evə tez gəlin, baxın bu ev çünki tez satılacaq. Pilləkənlə qalxırsınız 2-ci mərtəbəyə, pilləkənin altında da belə şkafı var, panel radiatorları var. Hər şey qaydasındadır. Buradan da gəldik qonaq otağına. Bax, bu qonaq otağıdır. Görürsünüz zalı. TV-Stentin yeridir. İndi hal-hazırda burada yaşamırlar, özləri Bakıda yaşayırlar. Yəni bu evi hal-hazırda satışa çıxardıblar, 96 min manatda da mütləq endirim olunacaq. Qardaş, kondisioner qalacaq, aparacaqsınız? Kondisioner. Kondisioner qalacaq evin içərisində. Kombisi, radiatordur, xuna mebeldir, hamısı var. Kondisioner də evin içərisində qalacaq. Gəlin, bir qalan ev yəsində özü ilə danışarsınız. Bir dənə mətbəxinə tez baxaq. Bax, bu da mətbəxidir. Görürsünüz, hazır qurulmuş vəziyyətdədir. Xalden kızı bura qoyursunuz. Paltaryon maşında qoyursunuz bura. Qaz peçi, aspiratorumuz var. Mebel də hamısı. Öz yerindən mebelin altı da. Keramikadır. Burada da ki, mətbəxin pəncərəsindən birbaşa öz həyətinizə baxırsınız. Pəncərələrin də hamısı ciftləndir. İndi sanitar qovşağına baxaq. Hə, siz bir zəhmət onu göstərin. Bax, görürsünüz, belə koridordur. Hamam ayrıdır, tualet ayrıdır. Görürsünüz. Bax, belə. Bura əl üzü olan yerdir. Buranı da işıqın yandıraq. Bax, burada belə. Oranı da göstərin. Bax, burada belə. Bura elə bir istipoldur, hə? Bura istipoldur. Deməli, hamam tualet, hamısı koridoruna qədər hamısı istipoldur. Buradan da qalxırıq pilləkənlərlə 2-ci mərtəbəyə. Ümumilikdə 5 otaqlı evdir. 4 yataq otağı yuxarıdadır, 1 qonaq otağı aşağıda. 5 otaqlı ev 96 min manatadır, 3 sotun içərisində. Mütləq gəlin bu evə, baxın, qiymətində də endirim olunacaq. Məsələn, bu 1 otaqlıdır, bunlar yataq otaqlarıdır. Bax, bu 1 yataq otağıdır. Sonra bu 1 yataq otağıdır. Bunlar uşaq yataq otaqlarıdır, bax belə. Görürsünüz. 4 otaq yuxarıdadır, 1 otaq aşağıda. Ümumilikdə 5 otaq. Bu böyük bir yataq otağıdır, baxın. Bura qədər gəlirəm ki, görəsiniz. Buradan da öz həyətə, bir dənə zəhmət olsa həyətə baxaq. Bax, buradan bax. Həyəti, navesi, hamısı buna aiddir, görürsünüz. Navesidir, bağı, bağatı. Bax belə. Burada da radiatorlar hamısı işlək vəziyyətdədir. Sonra burada da 1 yataq otağıdır. Bax, bu da 1 yataq otağı. Deməli, buranın radiatorları 80 radiatorludur, aşağıdaşlar paneldir. 5 otaqlı ev və balkon. Mən açım. Bax, burada balkondur, görürsünüz. Bax, belə. Bir də izah edirəm. Saray qəsəbəsində Yetər Şaldıq sarayından üzü Bakıya tərəf gedəndə yolun sağında 50-60 metr məsafəlikdə 2 mərtəbəli ev, 5 otaqlı ev. Aşağıda qonaq otağı, mətbəx, yuxarıda da 4 dənə yataq otağı. Ümumilikdə 5 otaqlı ev hazır yaşayış vəziyyətindədir. Yəni, alan kimi birbaşa yaşaya bilərsiniz. Çünki bu ev yəsi özü Bakıda qalır. Ev tamamilə boşdur. Alqı-satqı eləyən kimi haçarı inşallah götürəcəksiniz, siz köçəcəksiniz bu evə. 96 mindən hələ möcüzəsi olaraq ki, yenə də endirim eləyəcək ev sahibi özü. Hal-hazırda aşağıdadır, evdə olacaq. Mütləq əlaqə saxlayın, gəlin bu evə baxın. Allah alanı da satanı da xeyir versin. Sağ olun.